Onlar mənim dəstəkçilərimdir. Çox sağ olsunlar. 300 manat attım. Çox sağ ol. Gəldi. Geldi Kapital Bank. Geldi. Çok sağ ol. Allah seni həmişə var eləsin. 200 geldi canım benim. Minnətdaram sənə. Çok sağ ol. Niye ölmürsən? Elə niye deyirsən? Niye elə deyirsən? Mən də istəməzdim bu yollara düşün. 80 attım. Hələ gəlməyib 80. Maşinliksən. Sən atmarsan. Açayını biraz. 1200 manat görsən nə qədər pul yığdım. Çox sağ olun uşaqlar. Qurban olaram sizə. Avqust ayında da bir dənə 3000 yığsaydıq, bacı gedərdi şeyə. Quş adasına getmək istəyirəm. 3000 yığaq. Bacı Quş adasında dincəlsin. Siz qazanın, bacı gəzir. Siz mənə atıb mən gəzirəm sizin yerimizə. Neyinirsiniz bu yay vaxtı istilərdə düşəcəksiniz küçələrə, başınız ağrıya, günün altında burnunuzdan qan gələr. 50 manat geldi ablam geldi. Onu bak bezin vurar bacım. Oğlanla görüşe girmeliyim akşam. Çok sağ ol. Bir tane Avqust ayında 3000 yığsınız. Bacı bir tane Quş adasında sizin de yerinizə, öz yerimə də 10 gün dincəlsəm, o qədər sizə dua eləyərəm. O qədər. İnansa hər gecə əlim Allah'da olar. 20 manat geldi. O yeri çıxım 20 manat atır. Çok sağ ol geldi. Eybi yok. Ona da şükür. Çok sağ ol. Çok sağ ol. Avqust ayında bir tane 3000 yığım ben. 200 geldi Orxan. Çok sağ ol ay Orxan. Sen her zaman gəlib mənə 2 dənə yüzlük yatırsan. Elin əlimə değmir ama sen her zaman mənə dəstəksin. Ben de attım. Çok sağ ol Nicat. 5 manat geldi. Geldi. Çok sağ ol. Çok sağ ol. Bir tane bağ evində tikdirsəydik. İstəyirəm iyun ayında o torpaq almışdıq ha, yadımızda 90 bin pul yığdıq. Novxanda torpaq aldıq. Onun tikilməyi üçün pul yığmalıyam. Bir dənə bu istirahətə gedim ki, mənim başım sakit olsun bildiniz. Avqust ayında mən gedim dincəlim. Uca sentyabrdan da pul yığaq. Biraz mən dincəlməliyəm ki, pul yığım. Başlayaq o bağı da tikdirək. Bacımız o bağda canlı atsın da yəni. Mən də sizi düşünürəm, yoxsa nəyim lazım? 100 hələ gəlməyib. Əlbət hansısa qıza getdin attım. Kart deyə buradadır qızlar, dəstək olun. Kimin nəyə gücü çatır? Vicdanımız nəyə yol verir o qədər açıq. Vicdanımız o kartımıza girən insanlar olar. Sizin pulunuz itər, başqa şeyə xərcləyərsiniz. Neymişsiniz, gedirsiniz cəmə cındıra pullara xərcləyirsiniz. Bacınızı atın. Allaha da xoş gedir, inanırsan. Mənim atamın ruhu sizə hər zaman yanımızda olacaq. Mənim yox sizin. Siz bura şey edin. Xahiş edirəm sizdən. Kart deyə buradadır da xanım. Görmürsən, canım bacım. Deyə buradadır, kart hesabı olur. Gedir rədd ola da, biabr eləyəsən məni, girib oturasan 5 tane oğlanın içində güzüzü 200 manat bu atmışım, xəsəsən sən. İnanmışdım. Azsızı gedər küçələrdən bizon yığar, tuzu burada kart koyulmaz. Gedərəm küçələrdə qoşularam damlaya, yarısını o yığar, basıb döyərəm damla ilə bir-birimizi bizonun üstündə. Mən bura şey koymaram, kart koymaram. Sən təsəvvür elə bir şeylə, damla ilə bizon üstündə qırğın eləyərik, amma mən bura kart koymaram. Yox, adı qədəbəylər var oldu. Azı yox, adı qat qoymaq. Qızlar, arıqladıcı çaylar hal-hazırda indirimdədir. Qiyməti 20 neydi? 20 dənəsi 55 manatdır. Çox az sayda qalıb. Bir də olacaq iyun ayında. Kimlər istəsə yazsın bu nömrəyə. Saçımın rəngini dəyişirəm biraz. Nömrəni arıqladıcı çay üçün qoymuşam. Parfüm üçün qoymuşam. Parfümlər 20 millisi 33 manatdır. Çatdırılma poçlandı. Can, indi sizə cavab yazacağım. Sən də kapsa, ürəyim arıqladıcı çaydır. Limon dadı verir. Gündə bir dəfə qaynar suya əlavə edirsiniz, içirsiniz. 3 kilodan 14 kiloya qədər arıqlaya bilərsiniz.
Az salonda reklamlara gəlməmişəm, ödənişdən gəlmişəm. Saçımın rəngini değiştirəm. Bu saçları rədd edirəm ona. Mən də sizi çox istəyirəm. Bunları qoymuşam qırağa. Sonra bu saçlarım da var idi da mənim. Ağılsızsız axı. Mən bunu satırdım sizə, almadım. Sizi gedin işinizə məşğul olun. Dönə geçin. Dönə bunu ölçün. Dönə geçin. 220 manat değil olar. Siz saydınız ki, 220 manat değil. Çayın 20 ədədi 55 manat da ayırayım. Bu nömrəyə yaz. WhatsApp-a yaz. WhatsApp-a yaz. 20 ədədi 55 manatdır. Çatdırılma poçlandır. Əraziyə çatdırılma əlavə 5 manatdır. Saç neçə qram? Saç qoyuram ürəyim 200 qram. 200 qramdan çox saç qoymuram. Mənim başım balacadır. Həm də bu saç saxlaya bilmirəm. Zəhləm gedir saç saxlamaqdan. Saxlaya bilmirəm. Yox, onkoloji xəstələrə olmaz, hamilələrə, süt verənlərə, ürək əməliyyatı olan adamlara olmaz. Belə amma hamı içə bilər. Mən bir sənə gözəl arıqlamışdım onunla. Ayda telefonum sönücü. Telefonum sönücü. Ay Allah. Evli. Demək olar ki 65 kilo elimdə düşdüm 53'e. Yazın, cevap vereceğim size. Telefonumuz ətqazı azdır, canlı bağlayınca cevap vereceğim. Suyu sarına çıxmamışam. Bu nömrə ilə əlaqə saxla, 10 ədəd də ala bilərsən, 15 dənə də ala bilərsən, 20 dənə də ala bilərsən, amma hal-hazırda 20 dənəsə indirimdədir. Qiyməti 55'dir. Sənə ala bilərəm, bəli, Liyiçka, niyə ala bilmirsən? 30 dənəsi 105 manatdır. Almanyaya göndəriləcək. Almanyaya gedəcək, yoxsa Azərbaycan? Mən göndəriş eləyəcəm, yoxsa kiməsə verəcəyəm? Almanyaya gedəcəksə, Almanyaya bilmirəm də, 15 manat ya 12 manat olmalıdır buradan. Rayonlara 3-5 manatdır. Saraya çatdırılmalıdır. Hə, problem deyil, axşam çatdırılma eləyərəm saraya. Onlara özünüz olsaydınız deyərdim ki, hə, şey eləyim, saraya axşam çatdırılma eləyərəm sizə. Yo, 10 dənə almaq olur. 10 dənəsi qızlar 40 manatdır. 10 dənəsi 40 manatdır. 20 dənəsinin qiyməti 55'dir. Arıqlar çiçmir. Bu nömrəyə əlaqəsi. Bura WhatsApp-a yazın. Yumursuzu merak ederim saçını. Birazdan saçımı düzəldəcək. Bəli, əlbəttə. Yaxşı can, yaxşı ürəyim. Canına çap, bugün akşama kadar buradayım olsa. Hələ başıma qaynaq yığılacaq. Akşam saat 10'a kadar buradayım demək olar, 9'a kadar. 9'a kadar buradayım məncə. Qaynaq 1-2 saata yığılır. Hələ saçım açılacaq. Ondan sonra uclarına ton veriləcək. Hələ buradayım. Bir aya təqiq deyə bilmərəm, orqanizm fərqlidir. 15 dənə ilə adam var ki 9 kilo arıqlayıb.
Gəlin 15 dənədən başlayayım, başı salım sizə. 3 kilodan 14 kiloya qədər arıqlamaq mümkündür. Biri 7 kilo arıqlayır 15 dənə ilə, biri 9 kilo arıqlayır, biri 14 kilo arıqlayır. Orqanizm fərqlidir, hamının orqanizmi eyni deyil. Və bir dənə sual ortalığa çıxır ki, mən onu tərk edəndən sonra kökəlmə verə bilərmi? Xeyr, kökəlmə necə verə bilmir? Sən özün öz nəfsivə qalib gəlməlisən. Bugünkü günün burada 2 dənə şokolad var. 2 dənə. Mən bunu birini yeyəndə deməli nəfsimə qalib gəlirəm. Bunun ikisini nə vacibdir yeyirsən ki? Olmaz da 2 dənə nə vacibdir yeyirsən? Axı sən əziyyət çəkmirsən, arıqlamırsan, diyeta saxlamırsan, bu qədər çəki azaltmırsan da. Olar qızlar, olar. Onkoloji xəstələr, hamilələr, süt verənlər və ürək əməliyyatı olanlara olmaz. Canım mənim, necəsiz? Necəsən, neçəsini alsam yaxşıdır. Liriçka, istəyirsən 30 dənə al. Çəkili sizin nə qədədir? Mən bilmirəm də. Qızlar, məndən Salyarımla soruşursunuz. Salyarım mən 28 filialına gedirəm. Əhmədli və Qarayev filialı var. Buyurub sizə gedə bilərsiniz. Salyarıya mən ora gedirəm. 71 kilosuz. Yəqin 10 kilo arıqlamaq istəyirsiniz də. Buradan da xaricdə qalırsınız özdə. Onu sizin alıb evə qoymağınızın heç bir ziyanı yoxdur. Alın, qoyun evdizə. Günün bir ay ərzində 30 dənə içə bilərsiniz. 15 dənə iç, bəlkə 10 kilo arıqladınız. 15 dənə qoyun evdizə. Vaxt gələr, iraq olsun, lazım olarsa içərsiniz. Lazım olmaz, qoyursunuz da evdiz. Evdir, qalıb da. Bəli, bütün ölkələrə çatdır. Moskva əgər icazə verirsə, məndə elə adam var ki, bilmirəm. Moskvaya bilmirəm, Almanyaya amma çatdırılma eləmişəm. Almanya poçtan göndəriş eləmişəm, Ukraynaya eləmişəm, Norveçə eləmişəm, Amerikaya olubdur. Amma Rusiyada deyəsən biraz problemdir ərzaqa görə. Onu yalan deyərəm. Mən bir dəfə poçta zəng elədim, soruşdum. Dedi mənə ki, ərzaqa icazə vermirlər. Da yalan deyərəm. Yəni ödənişi alaram səndən, göndəriş eləyərəm. Sabah bir gün orada saxlayanlar o mənlik deyil də. Yəni özün zəng elə, dəqiqləşdir, icazə verirlərsə, hə. Ukrayna Rusiyadır. Yo, tam Rusiyanın özü də Moskva. Moskva deyilən bir yer var. Bax, ora. Çay 55'ti qızlar, 55, 20 dənəsi 55'ti, hal-hazırda indirimdədir. İki qat şişmə yox deyil. Hərdə Moskva başqa yerdə, Ukrayna başqa yerdə. Belə mən oralara getməsəm də bilirəm, axı adları fərqlidir, fərqli yerdilər. Xanım görsən 7 kilo arıqlayıb. Yəqin 15 dənə alıb da, ya 15 ya 20 dənə. Görsən orqanizm deyirəm fərqli. Zuzur və ölçəklərim bəzən öncə 15 dənəsini aldım. Səndən 7 qıma atdım, əməliyyat oldum və yenidən alsam. Olar, əməliyyat neçə ayda olmuşsunuz? Bir ayı keçibsə olar. Bir ayı keçibsə əməliyyatınızın, hər hansı bir əməliyyatın bir ayı keçibsə ala bilərsiniz. Bu nömrəyə yazın WhatsApp-a. Bir ay keçibsənsə olur, olar. Yəni icazə var da. Hə, 3 ayda problem deyil. Size sağ olun.
başqa yerdəyəm. Təzə saç aldım özümə. Təzə saç aldım, qaynağımı sürtürdüm. Başım nə gündür, qaynaqlarım nə gündür. Hə, təzə qaynaq. Fərqli saç eləyəcəyəm. Çox sağ ol ay ablam, çox sağ ol aşkım. Sarı, tamam fərqli sarı. Şokoladla qarışıq sarılar olur. Şokolad rənglə qarışıq sarı rəng olur. Elə bir şey eləyəcəm. 8-1-8-0 tonları var ha. O kimi də, yəni. Reklama gəlməmişəm, ödənişlə yeyirəm. 8-0-8-1, belə maraqlı bir rəng. Niyə? Kəsmişlər interneti. Tuzu aycan. Burası internet səhvi 9 may. Başa düşdüm. Sən niyə belə tez-tez saçlarını dəyişirsən? Bədbəxt qadınlar həmişə saçlarını tez-tez dəyişirlər. Müğənniləri çıxmaq şərti ilə. Həmişə bədbəxt qadınlar öz saçları ilə oynayırlar. Çünki həyatlarındakı kişi ilə xoşbəxt olmayan qadınlar özləri ilə oynayırlar. Bütün günü saçları ilə. Mən də vallahi bilmirəm nə qarım. Sən? Kabak olur otur. Ha olur. Maşenke. Direkt yakal ya. Ha? İnşallah canım balım birazdan açarım